Sonra danışırdı ki, bir səhnə olsun ki, biz qızın evini də görək. Görək bu hardan qaçır, bu adamlar necədir, anasını görək, evdə bir xaos var, evdə qan qaraçılıqdır, qardaşları oturub əsəbi siqaret çəkir. Mən deyirəm yazar, yox, necə olacaq, anası belə, öz deneyi bəzər göstərir. Elə bir evi patologda zadda kəsəcəklər. Hə, anası edir, bu edir. Ay Orxan, niyə eləsinlər, qoy oynasınlar. O qədər eybəcər göstərdi ki, o birisi senaristlərin də gözündən saldı, Pərvizdən Cəlilin. Mən tək qaldım, o səhnəni çıxartdım, bir dənə də çalınmış səhnə var, qoy onu deyil. Deyil. Adil öyrənir ki, buna həkim lazımdır. Gəlir o Anar Almazovu darvazaya çıxdığı səhnə var. Ondan qabaqda həkim axtarma səhnəsi var idi. Gəlir həkimin evinə, deyirlər həkim toydadır. Gedir toya, amma oynayır. Bunun qızı ölür. Girir, falan həkim hardadır, deyirlər bilmirəm. Axır gəlir mikrofonu götürür, həkimin adını çəkir belə, çağırır. Bunu döyürlər orada. Həkim də piyandır. Rənal. Deyirlər filan şey, deyir Bakı. Bu oradan çıxır, gəlir rüşvət alır, gedir Bakıya. Mərdan. Yenə başladı ki, və rasxod idi. Əslində bir restoran tutmaq lazımdır, içinə bir 100-200 nəfər doldurmaq lazımdır, musiqilər və s. Elə pisəm ki, o səhnə çıxır. Onu bir dənə burada gəlin gətirdi ilə əvəz elədi. Amma səncə o səhnəni biz saxlamalıydıq, indi nə fikirləşirsən? Mən hələ də deyirəm, saxlamamaq bir sevməyəcəyik. Amma görünəcə dramatik. Orada toy, burada yaz. Yəni belə bir səhnə ola bilərdi, hörmətli izləyicilər.